Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, değerli müsəlmanlar, biz elhamdülillah eyni mövzunu davam etdiririk. Mövzu neydi? İsmi sifət tövhidinin buraxdığı imani izlər ki var. O imani izlərin nədir? İman cəhətdən olan izlərin tətbiqi cəhətləri, tətbiqi tərəfləri ki, bugün biz iki sifət keçəcəyik. İki sifət. Gələn dərsdə də iki sifət qabul edirik. Dərslər əslində qısadır. Son dərslər biz iki olduğu kimi keçəcəyik inşallah, qabağa qaçmadan. Deməli, səhifəni gətirim, mətndən oxuyaq. Deməli, 23-cü dərs Zad Akademiyasının ikinci müstəvisində, etiqad, yəni dərsliyində, əqidə dərsliyində. Deməli, bu əf, yəni Allahın əf yazılır, əf sifəti. Yəni Allah Subhanahu Teala isimlərindən biri Əl-Afu, əf edən ki, bu Gafurdur, əfdir, Gufrandır. Yəni bu həm isimlər, həm də ki, təbii ki, sifətlər arasındakı olan fərqə də toxunacağıq. Həmin Allah Subhanahu Teala'nın dediyimiz kimi hər bir isimdən sifət çıxır. Allahın Afu deyə əf edən ismi var və o isimdən də əf etmə sifəti çıxır. Yəni əf etmə sifətinə Allah Subhanahu Teala sahibdir. Qısa olaraq əf mənası nədir? Əffin mənası günahı keçmək. Yəni Allah səni əff etsin məsələn. Allah əff edəndir. Allah məsələn filan kəsləri əff edir ayələrdə keçirən. Yəni bu və yaxud da ki, əff edənləri, insanları əff edənləri sevir. Məsələn, Allah Subhanahu taala bəzi ayələrdə insanları əff edən, onlara, yəni insanın özünə edilən məsələn əziyyətli nədir? İçində çəkən, yəni ona dözən, səbr edənləri Allah Subhanahu taala məth edir. Ki, əff etməyin mənası nədir? Biz deyirik əff etmək. Yəni bəzən bağışlamaqla əff etmək, yəni məğfirətlə əff etməyi qarışdırılır. Yəni oxşar mənaları da var, amma bir-birindən fərqləndirici mənaları da var. Əff etmək, yəni günahı bağışlamaq və günah var ortada. İnsan günah edir. Allah Subhanahu taala onu əff edirsə və yaxud insanın insanı əff etməsi nə deməkdir? O insanın günahını, yanlışını bağışlamaqdır bir tərəfdən, keçmək onu. Üstəlik də onun haqq etdiyi o günaha, o yanlışa görə haqq etdiyi cəzanı da tərk etmək, yəni cəzalandırmaq bir şey. Neyinirsən? Yəni keçirsən onu və ona görə də cəzalandırmırsan. Məğfirət isə, məsələn Allah Subhanahu taala bağışlasın deyirik. Allah bağışlasın, məğfirət etsin. Yəni Allahın Gafur və yaxud da Gaffar, Gafir isimləri ilə bağlı. Məğfirət nə deməkdir? Bağışlamaq biz tərcümə edirik. Ona görə əff etmək normalda keçmək kimi tərcümə eləmək olar. Məğfirət isə bağışlamaq kimi. Məğfirətin mənası odur ki, sadəcə günahı örtmək. Yəni günahı sadəcə örtmək. Yəni günahdır, ortada var, o günahı Allah Subhanahu taala örtür. Yəni buna məğfirət deyilir. Ona görə miğfər sözü var ərəbcə. Biz dəbilqə deyirik, dəbilqə. Rasulullah sallallahu əleyhi və səlləm Məkkə fəthində dəbilqə giymişdir. Deməli, o nədir? Üzü örtən, yəni başı örtür, üzü örtür, yəni örtmək mənasından götürülür. Deməli, əff etmək nə olur? Keçmək və cəzalandırmamaq. Günahı keçmək və ona görə cəzalandırmamaq. Bağışlamaq isə sadəcə günahı örtmək. Ona görə əff etmək bağışlamaqdan daha genişdir, daha belə deyil, insana daha çox faydalıdır, belə deyil. Həm günahını keçir, Allah Subhanahu taala o günahı həm də üstəlik ona görə də cəzalandırmır. Məğfirət isə sadəcə günahı örtməkdir. Deməli, bu isimlə və yaxud sifətlə bağlı Allah Subhanahu taala Quranda buyurur ki, ey iman gətirənlər. Sərxoşkən dediyimiz burada altdan xətt çəkdiyimiz mətndə bizdə, yəni ərəbcədə qırmızı ilə yəni qeyd olunur fərqləndirmək üçün. Əsas nədir? Ayə uzun olsa da burada əsas mövzumuza dair yeri ən sondadır. Ey iman gətirənlər, sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda yolda olan müsafirlər istisna olmaqla qüsul edənədək namaza yaxınlaşmayın. Burada əsas nədir? Bu şeylər, qüslu pozan şeylər ki var.
bunu nedir? Qusul alana qədər nədir? Yaxınlaşmamağa əmr olunur. Əgər namaza, əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, çünki burada deyilən bəziləri dəstəmazı pozur, yəni kiçik təharət, bəziləri böyük təharət, yəni böyük deməli nədir? Quslu pozar, ona görə böyük təharət lazımdır. Yəni ya dəstəmazı, ya quslu vacib edən burada amillərdir. Onda nə olur? Usul da dəstəmaz da biz fiqhdə keçdiyimiz kimi nə olur? Əsl olan təharət nə ilə alınır? Su ilə alınır. Amma Allah Subhanahu taala Quranda buyurur ki, su tapmasanız əgər su yoxdur, onda nədir? Təmiz torpaqla təyammüm edin. Üzünüzə, təyammümün indi izaha gəlir. Üzünüzə və əllərinizə sürtün həmən o torpaqla. Həqiqətən Allah əff edəndir. Əsas bu ayədə mövzumuza dair, başlığa dair, Allahın əff sifətinə dair ayənin şahid hissəsi belədir, burasıdır. Allah əff edəndir, bağışlayandır. Nisə surəsi 43-cü ayə. Və burada hər ikisində Allahın ismi zikr olunur. İnnallâhe kâne afûven gafûran. Allah əff edəndir, bağışlayandır. Həmən o Allahın ismindən, afu, əff edən ismindən həmən o başlıqda qeyd etdiyimiz sifət, Allahın əff etmə sifəti götürülür. O başqa ayədə Allah Subhanahu taala buyurur ki, uca Allah həmçinin belə buyurur. Bax belə, hər kim özünə verilən cəza, hər kim özünə verilən cəza kimi cəza versə, yəni sənə bir cəza, əzab, əziyyət verilir. Onun kimi, eyni, onun mislində cəza həddini aşmadan cəza versən, əzab versən kiməsə, yəni sənə əziyyət verənə, hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, yenə əlavə bir haqsızlığa məruz qalsa, bilsin ki, Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən Allah əff edəndir, bağışlayandır yenə. Həcc surəsi 60. Burada da Allahın ismi zikr olunur. Yəni, biz nə dedik? Allahın sifətləri bəzən isimdən çıxardılır, bəzən həmən əff, məsələn, bu sifətdən danışırıqsa, əff sifəti, bəzən eyni ləfzlə qeyd olunur, bəzən feildən çıxardılır, məsələn, Allah filan kəsləri əff edir, məsələn. Yəni, əff etmə feilindən Allahın feilidir. Bu sifətə sahib olması çıxır və s. Burada əsasən oxuduğumuz kimi, gördüyümüz kimi isimdən götürür. Allah əff edəndir, bağışlayandır. Həcc surəsi 60-cı ayə. Başqa ayədə Uca Allah belə də buyurub. Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlərinə, yəni bu zihar, fiqdə nə? Zihar, fiqdə keçmişik, zihar buna deyilir. Nədir? İnsan, Allah qorusun, öz zövcəsini özünə haram edir. Hər hansı bir ona haram olan bir şeyə bənzədərək. Ən çox o vaxt ki, ərəblər analarına bənzədərlər. Sənin belin, anamın beli kimi mənə haramdır. Bu fərqi yoxdur. Kimsə bacısına bənzədər, kimsə məhrəmin hər hansı bədən üzünə bənzədər və s. Yəni ona haram olan bir şeyə bənzədərsə, bu zihar sayılır. Bunun hökmü danışılır ki, əsas mövzu ayədə bizim mövzuya dair əsas Allahın əff edən olan ismi və ya sifətidir. Sadəcə indi ayəni oxuduğumuz üçün biraz izah edilir. Deməli, hər kim sizlərdən öz qadınlarını, yəni zövcələrini anaya bənzədərək özlərinə haram edənlərin zövcələri onların anaları deyirlər. Yəni, anaya bənzətsə də o deməklə ana olunur, yəni əbədi haram olunur. Deməli, deyirlər. Anaları ancaq onları doğmuş qadınlardır. Başqa ana deyil. Yalnız insanı doğan qadın insanın anası sayılır. Onlar, həmən bu zihar eləyən insanlar, yaramaz və yalan söz danışırlar. Bunu deməklə. Yalandır çünki anası deyil. Həm də yaramazdır, münkər, yəni buradan ərəbcə münkər gedir. Münkərdir, çirkin sözdür. Şübhəsiz ki, Allah əff edəndir, bağışlayandır. Əl-Mücadilə surəsi 2-ci ayə. Burada da yenə Allahın ismi zikr olunur. Ləfu, qafu, əff edəndir, bağışlayandır. Yəni bu isimlərdən Allah Subhanahu Taala'nın sifəti götürülür. Bu nədir? Həm bizə başqa cəhətdən də tətbiqdir. Yəni biz Əhl-i Sünnə vəl Cəmaət Allahın
hər hansı bir sifətlərini necə götürür? Quran və sünnədən necə çıxardır onları? Buradakı misallarda hamısı Allahın ismindən. Çünki biz dediyinə Allahın isimlərinin hamısı həm addır, aləm, həm üç şey biz dedik. Həm ad var, həm orada sifət var, məna, daşıdığı məna var. Üstəlik də hökm var. Yəni Allah El-Afu'dur ismi. Afu adlı ismi var. El-Afu bu bir. İkincisi etme sıfatı var. Üçüncüsü hüküm. Hüküm neydi? Biz geçti. Yani fiil. Həqiqətən fiilen Allah subhanahu teala edir. İstediği kulları edir yani. Sadece ismi var ve bu sıfatı var değil. Üstelik bunu edir de. Yani üç tane şey hamısı her bir Allah'ın isminde bu çıxarılır. Sonra deməli burada bazı qeydlər var. Onu oxuyaq sonra ayələrdən imani, iz vesaire onlarla okuyalım. Bunu dedik biz. Affetmeyi yani neydi? Allah affedendir. Yani pislikleri, insanın çirkin emellerini mahvediyor. Yani mahv burada silir. Silir manasında. Silir, yok edir ve o günahlardan keçir. Ettiği günahları hem silir hem de yani onları yok kimi edir. Allah affettiyse yoktur. Yani yok edir o günahları. Sanki günahları etmemişsən. Ve üstelik o günahlarda keçir. Ne manada? Yani onlara göre de cezalandırmır. Ona göre dediğimiz gibi Allah'ın effi nedir? E, Mağfiretten daha geniş anlam, daha geniş anlam taşıyır. Ve daha belagatlidir. Sonra burada bir qeyd var. Allah'ın afu daha doğrusu. Afu ismi ki var. Affeden Kur'an-ı Kerim'de 5 yerde geçir. 5 yerde geçir. Onun o 5 yerin 4'ünde hemen o bu 3 ayette olduğu gibi Gafur adıyla Allah Subhanahu Teala Gafur adıyla yanaşı gelir. Ve biz de evvel dedik, bir neçə ders evvel dedik ki iki isim Allah'ın iki ismi yana gelerse yani bir değil ikisi bir yerde gelerse o artık o her ismin ayrı ayrılıkta taşıdığı manadan da əlavə üçüncü mana daşıyır. Əlavə üçüncü mana daşıyır. Yani afu biz keçdik ki afu ne demekdir? Günahları keçip onlara göre cezalandırmayan. Mesela gafur nedir? Günahları örten. İkisi bir yerde daha geniş, daha üçüncü mana daşıyır. Bu 4 yerde afu, gafur ismiyle beraber gelir. 5 yerden 4'ünde belə gelir. 5 yerden cəmsi birinde, yerde kalan birinde, o da Nisa suresindedir. Kadir, kadir. Yani kadir olan, her şeye kadir olan Allah subhanahu teala kadir ismiyle bir yerde gelir. Ve bu nedir? Bunun böyle değil, ikisi yani kadir biz bilirik nedir. Ha? Allah subhanahu teala her şeye hem de mübalağa formasındadır. Allah kadir olması nedir? Yani her şeye kadirdir, her şeye gücü yetir vesaire. Mesela afu da bildik ne manaya gelir. Ama ikisi bir yerde zikr olunda manası ne olur? Əlavə bir mana çıxır ki Allah subhanahu teala çünkü bazı insanlar biz geçen dersler səhv etməmsə dedik ya ondan qabaq ki əff etmək haqqında biz dedik. Nedir? Həqiqi əff etmək nedir? İnsan karşılık ona edilen əzabın, əziyyətin karşılığını vermeye imkanı ola keçirsə bu əff etməkdir. Və biz dedik ki onun beğenilen tarafı var, beğenilmeyen tarafı var. Bazen caiz değil böyle bazı insanları affetmeyin. Onların mütləqlə cezalarına çatmalıdır. Yani Allah subhanahu teala'nın Kadir ismi, Afu ismiyle beraber zikr olmasının manası nedir? Odur ki Allah subhanahu teala kimisə affetmeyi acizlikten değil, onu cezalandırmamak imkanı olmadığından değil, acizlikten değil yani. Allah kadirdir, Allah kadirdir. Cezalandırmaya da ve her şeye kadirdir. Ama bu böyle ayenin o siyakında da böyle gedişatında burada esas afu ismiyle beraber işlendiği için yani zikir olunduğu için orada o manada anlaşılır ki Allah affedirse acizlikten, ona ceza vermemeyinden vesaire yani mümkünsüzlüğünden değil, aksine ceza vermeye imkanı ola buna kadir ola yine de sırf öz lütfünden, öz fəzlindən Allah subhanahu teala affedir. Allah subhanahu teala bizi hamımızı affetsin. Sonra indi keçək oxuyaq. Burada deməli bu ayələrdə nələr? Bir, ayələrdə nə var? Allahın Əl-Afu isminin isbatı var. Yəni açıq-aşkar o isim bu ləfzlə burada zikr olunur. Əl-Afu, əff edən. İkinci nədir? İmani iz. Yəni bu ayələrin insanda bıraktığı imani izlər, iman cəhətdən hansı təsirləri var? A, yəni birinci. Uca Allah'a
bu sifətə səbəb olacaq şeylərlə yaxınlaşmaq. Yəni birinci iz budur. Bu sifətə, yəni Allahın əff etmə sifətinə səbəb olacaq şeylər nə varsa, Allahın əffini belə deyək, bizi qazandıracaq, Allahın əffini qazandıracaq, bizə Allahın əffinə nail edəcək nələr varsa, hansı əməllər, etiqadlar, sözlər, nə varsa, o şeylərlə Allaha yaxınlaşmaq. Bu cür iz buraxır bizə, yaxınlaşaq Allaha, bu şeyləri edib Allaha yaxınlaşmaq üçün. Və onun, Allahın qulları əff edəcəyinə ümid bəsləmək. Yəni bu sifətə biz iman gətirəndə nədir? İnsan bilir ki, Allah əff edəndir. Allahın əff etmə sifəti var, əff də edir. Ona görə nə olur? İnsanda, bütün Allahın qullarında nədir? Allahı, o qulları, Allah bizdə onlarda eləsin, əff edəcəyinə ümid bəsləyir insan. Yəni bilir ki, Allah Subhanahu əff edəndir. Ümid edir ki, Allah da bizi bağışlayar, öz qullarını əff edər. Bu nədir? Buraxdığı imani izlərdəndir. İkinci B, qulun öz Rəbbinə deməli qulun öz Rəbbinə onu əff etməsi üçün dua etməsi. Yəni artıq biri var sadəcə ümid bəsləyirsən, bir də var artıq dua edirsən, istəyirsən Allah Subhanahu taala'dan. Allah Subhanahu taala'dan nə yəni yəni kifayət edər ki, caiz olan şeylər olsun, mübah olan şeylər olsun ki, Allahdan hər şey istəməliyik, istəyirik də istəməliyik, elə Allahdan istəməliyik, başqasından nə istəməliyik? Rəbbimizdən istəməliyik, ona görə nədir? Yəni hədisdə keçdiyi kimi Allaha hər şey, heç nə ağır gəlməsin. Yəni bütün yəni onun mülkündən heç bir şey də əksiltməz. Hətta bir hədisdə keçdiyi kimi nədir? Yəni bütün insan və cin, yəni bizdən əvvəlkilər, sonrakilər hamısı bir yerdə toplansalar və hər kəs bir şey istəsə Allahdan, nə istəsə, Allah da hamısının istəyini versə, yəni o Allahın mülkündən heç bir şey azaltmaz. Yəni heç bir şey azaltmaz, heç bir şey. Onu sadəcə şey üçün deyirlər, belə təsəvvür etmək üçün iynə dənizə batırılanda suya batırılır, dənizə, okeanları düşünün dünyada. Ona batırılıb çıxanda o iynənin ucunda sudan nə qalır ki? Yəni belə bir şey qalır əslində. Yəni belə riyazi üsulla nə bilim hesablasan bəlkə nə bilim trilyonlarda, nə bilim trilyon da deyil, hər nə axır bir rəqəm çıxacaq. Yəni o sadəcə bir bizim anlayacağımız bir tərzdə başa salmaq üçündür. Yoxsa Allahın mülkündən heç onu da belə azaltmaz. O sadəcə o deməkdir, o heç bir şey. Yəni o boyda suların yanında, o iynənin ucunda qalacaq bir şey, heç bir şey. Yəni Allahın mülkündən heç bir şey azaltmaz. Ona görə Allahdan istəməliyik, həmişə istəməliyik. Allah Subhanahu taala Quran-Kərimdə Qafir surəsi 64-də kim mənə, yəni dua edin, dua etməyə təşviq edir, əmr edir. Sonra deyir, kim mənə nədir? İbadət etməkdən təkəbbürlük göstərərsə. Yəni həm dua ibadət adlanır, həm də dua etməmək bu insanın təkəbbürlüyündəndir. Sanki alimlər izah etdiyi kimi, sanki bizim heç bir şeyə ehtiyacımız yoxdur, Allahdan istəyəsi şeylər yoxdur. Ona görə Allahdan istəmirik. Yəni o insanın təkəbbürlüyündən də Allahdan istəməmək. Sonra deməli nə edir? Dua etməsi. Qulun öz Rəbbinə onu əff etməsi üçün, sırf əfflə bağlı olduğu üçün mövzu, əff etməsi üçün dua etməsi. Biləndə ki, Allah Subhanahu taala əff edəndir. Elə əff edən elə yalnız Allahdır. İnsanın, yəni günahlarını və s. əff edən kimdir? Allah Subhanahu taala. Ona görə nə? Bunun üçün dua etməlidir. Müsəlman, burada bir qeyd var, onu birinci deyim. Sonra əff etmə duası ilə bağlı başqa bir qeyd deyəcəyik. Deməli, bu Allahın bu sifətinə iman gətirən insan nə edir, nə hiss edir, hiss etməlidir daha doğrusu. Bu cür imani iz buraxır insanda, düzgün iman gətirərsə. Nə olur? Hiss edir ki, Allah Subhanahu taala'nın əff və məğfirət qapıları açıqdır. Yəni hiss edir ki, qapılar taybatay, şeyximiz dediyi kimi taybatay. O ərəbcə nə deyirlər? Məsələn, darvazanın iki qapısı olur. Biri var, bir qapı, iki qapı, iki qapını taybatay belə açırlar. Yəni o mənada bu cür istifadə olunur. Taybatay açıqdır. Allahın əffi, əff qapıları taybatay açıqdır. Yəni bu bir tərəfi, insan ikinci tərəfi, insan ümidini də Allahın rəhmətindən, əffindən, məğfirətindən ümidini kəsməməli. Əvvəldə dediyimiz kimi, deyirsən, keçən yol bir dərsi keçmişdik. Nədir? Qunut deyilən Allahın yəsi də var. İkisi bir-birindən daha yəni ağırdır.
Allah'ın rəhmətindən ümid kəsmək, bu da ayrıca bir günahdır. Və ayələrdə dediyi kimi ancaq azmışlar və yaxud kafirlər Allahın rəhmətindən ümidini kəsər. Çünki kafirlərə Allah Subhanahu taala bağışlamaz. Azmışlardır ki, bilmir ki, Allah Subhanahu taala'nın rəhməti genişdir, hər bir şeyi əhatə etmişdir. Ona görə nə olur? İnsan bu sifətə iman gətirəndə düzgün onun buraxdığı o imanın buraxdığı iz, etdiyi, bağışladığı təsir həmən o qapıların taybatay açıq olduğunu inanır, bilir və ümidini Allahın rəhmətindən, əffindən kəsmir. Üstəlik də bilməlidir ki, Allah Subhanahu taala əffi sevir. İndi onunla bağlı, o dua ilə bağlı da deyəcəyim. Allah Subhanahu taala əffi sevir. Və ümumiyyətlə burada əff həm ən başda şübhəsiz ki, Allahın əff etməsidir. Allah Subhanahu taala üstəlik əffi sevir, yəni hansı əffi? Öz əffi məlumdur. Bir də insanların bir-birinə, yəni insanların əff etməsi. İnsanların əff etməsi. Və ümumiyyətlə, əvvəlcədən bunu bilmirəm, biz buna toxunmuşduq yoxsa yox. Bəzi sifətlər istisna Allaha xas olan sifətlər. Məsələn, yaratmaq Allaha bildik ki, biz xasdır, düzdür. El-mütəkəbbir, təkəbbürlü etmək, məsələn, hə? Allahın xas olan bir şeydir. Allah böyülənə bilər, Allah böyüdür. Çünki yəni qalan şeylər hamısı onun məxluqudur. Şübhəsiz ki, biz digər bütün də məxluqlar hamısı heç bir şeydir Allahın yanında. Bəzi xas sifətlər, amma bəzi sifətlər var ki, məsələn, ədalət sifəti, əff etmək sifəti, bağışlamaq, məsələn, yəni cürbəcür sifətlər var, bir çoxları var ki, Allahın sifətləri. Allah Subhanahu taala bu sifətlərin bizdə olan, insanda olan, bizə görə yəni. Çünki Allahın sifətləri sırf Allaha layiq şəkildə Allaha xasdır, mükəmməl şəkildə o yalnız və yalnız və bunların hamısı yalnız və yalnız Allah Subhanahu taala da cəmlənir. Məxluqda isə Allahın bizə verdiyindən bəzi şeylər ola bilər, məhdud və naqis şəkildə. Deməli, əff etmək də o sifətlərdən ki, Allah Subhanahu taala həmən Allaha xas olan sifət deyil, bizdə olan, nisbətən olan şey və Allah Subhanahu taala bu sifətləri insana aid yəni nisbətdən öz qullarını sevər. Yəni Allah sevər ki, qullar əff edən olsun. Bir-birinə keçəcək etsin, əff etsin, bağışlasın, məsələn. Hə? Yəni, bu da o sifətlərdən. Ona görə nədir? Bəzi ayələrdə وَالْعَافِينَ عَنِ النَّاسِ insanları yəni öz qəzəblərini saxlayanlar, qeyzlərini saxlayanlar və insanları əff edənlər. Allah Subhanahu taala onları nədir? Müttəqi adlandırıb, onları tərifləyir, mədh edir onları. Ona görə nədir? Bu həmçinin insanların da bir-birinin aralarında əff edən olması sevilən haldır. Allahın sevdiyi haldır. Ona görə nədir? Duaya gələcək. Həmən o ikinci imani iz ki var, qulun öz Rəbbinə onu əff etməsi üçün dua etməsi. Dediyimiz kimi, bütün bu deyilən burada misallara bir çox ayələrdə və yaxud hədislərlə, həmçinin və yaxud hər ikisindən dəlillər vardır. Məsələn, bu son dediyimizə dair dəlil məşhur Ayşənin radiyallahu anhə hədisidir. Ayşə radiyallahu anhə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, ya Rasulullah, mən Qədr gecəsinə, belə deyil, çatsam, Qədir gecəsinə rastlaşsam, yəni Qədir gecəsində ibadət edəsi olsam, dua edəsi olsam, hansı duanı mənə məsləhət görərsən? Allah Resulü sallallahu aleyhi ve sellem bu duanı deyir ki, denən ki, Allahumma inneke afuvun tuhibbul afva fa'fu annə cəmdə. Aynı da deyə bilərik, annə. Yəni, hədisdə elə keçir, səhv edilməsə, bəlkə aynı da var, bilmirəm. Annə dəqiq bilirəm, belə keçir. Yəni, Allahım, sən, həqiqətən sən afuvsan, yəni əff edənsən, əffi sevirsən, bizi əff et. Allahım, həqiqətən sən əff edənsən, əffi sevirsən, əff etməyi yəni sevirsən və bizi əff et. Bu nədir? Bu duadır həm. Yəni, və buna nə deyirlər? Rasulullah sallallahu aleyhi ve sellemə verilən üstünlüklərdən, belə deyil, fərqləndirici xüsusiyyətlərdən biri də o sözlərinin cəvamiyyonu deyirlər də, yəni yığcam, belə deyim, yığcam olması, yəni az olub çox böyük və geniş və sayına görə də çox mənalar verən bir sözlər verilib. Ona görə ən çox Şeyx Abdurazaq Əl-Badr onlar çox vaxt istifadə edir. Həmişə yəni bidətə qarşı hər bir alim olduğu kimi çox yəni mövqeyisi sərtdir. Yəni sərt nə mənada, şədid mənasında deyil. Yəni qətidir. Belə keçəcəyi yoxdur bu şeydə.
Yani bu Allah'ın dinidir. Bu dinden olmayan kim, dinimize kim bir şey getirirse ondan rədd olunur. Hədisdə keçdiyi kimi. Deməli, nədir? Dualara aid deyir ki, baxmayaraq ki, dua etməyin, orada batil bir məna yoxsa, haram bir məna yoxsa və s. İnsan istədiyi, bildiyi sözlərlə, öz bildiyi dillə dua edə bilər, Allahdan istəyər. Amma ən gözəli nədir? Ən gözəli sünnədə varid olan dualarla etmək. Bunun bir neçə üstünlükləri var, səbəbi. Niyə görə ən gözəli sünnədə olan, varid olan, ən azından sahabelərdən belə varid olan dualar var. Niyə görə? Birincisi sünniyə görə gəlsək, birincisi bu açıq-aşkar sünnətdir. Bu bir şey ki, bunu etməklə Rasulullah sallallahu aleyhi ve sellemə tabi olub, yəni müstəhəb, sünnə əməli etmiş olursan və Peyğəmbərə sallallahu aleyhi ve sellem sünnəsinə tabi olmaq savabını qazanmış olursan. Bu məsələnin bir tərəfi. İkinci tərəfi ən gözəl duadır. Yəni bəzən hətta alimlər bunu bəyənmirlər. Məsələn, bir də görürsən qunut duasında yarım saat dua edirlər. Yarım saat, 45 dəqiqə söhbət vaxtdan getmir. Söhbət o duada ola bilər. Yarım saat dua edirsən, eyni şeyi. Məsələn, alimlər olur ki, bütün gecə eyni ayəni oxuyub, yaxud da eyni duanı oxuyub ağlayır. Başqa biz o vaxtdan yox. O vaxt ərzində ayrı-ayrı təfərrüatı ilə. Məsələn, biri var deyəsən, Allah mənə cənnət nəsib elə. Biri də var deyəsən, mənə cənnətdə o meyvələrdən, cənnətdəki o quş ətindən, cənnətdəki o paltardan, cənnətdəki bu, yəni təfsir cənnət. Yəni cənnətə girdinsə, elhamdülillah, Allah bizi cənnət əhlindən nəsib etsin. Cənnətə girdinsə, o dediyin şeylər hamısı orada olacaq. Yəni bu təfsilata və s. bu bəyənmirlər bu şeyləri. Və Peyğəmbərin sallallahu əleyhi və səlləm dualarının demək olar hamısında bəzi müəyyən səbəblərə görə təfsilatlar gələ bilər, amma ümumən çox az sözlü, amma geniş və çox mənalı və böyük mənalı yəni yığcam dualardır. Yəni hətta Peyğəmbərin sallallahu əleyhi və səlləm əmisi Abbas gəlir, dua istəyir, ona deyir, bir dua deyir, hə? Ona deyəsən əfv etmə duası tam yadıma gəlmir duanın. Deyir başqa bir şey deyir, ey Peyğəmbərin əmisi sallallahu aleyhi ve sellem. Sen deyir elə bu duanı et, buna nail olsan hər şey, dünya və axirət xeyrinə nail olmuş olarsan. Yəni mənaca deyirəm, hədisi tam söz və söz yadıma gəlmir. Yəni bu yığcam duanın içində hər şey var. Allah sən əfv edənsən, həqiqətən sən əfv edənsən, əfvi sevirsən, mən əfv et. Allah subhanahu teala bir insan ki əfv etdi, artıq yəni başqa istəyə biləcəyi bir şey demiyorlar. Her şey verilmiştir hani dünya ve ahirette. Üstelik bu duada, yani bu öğretilen duada ne var? Həmçinin Allah'a dua etmeyin ədəblərindən də var. Yəni ən birinci Allah'a biz duaların ədəblərinin bilmirəm toxunmuşdur yoxsa yox. Çünki mövzumuz etibarlı olur ya fiqh. Yəni ən birinci nədir? Həmd sana eləyir Allah subhanahu teala'ya insan. Hə? Həmd sana eləyir. Görsə Peyğəmbər sallallahu aleyhi ve sellem salavatlar gətirir. Ondan sonra nədir? Bir istəyində olur. Hər nəsə istəyir. Burada nədir? Ən birinci Allah'a tərif edirsən. Allah'ım həqiqətən sən əfv edənsən. Allah'ın ismini zikir edirsən, əfv edəndir. Hə? Bunun nədir? Allah'a məth etməkdir, tərif etmək deməkdir. Ondan sonra sən nədir? Əfvi sevirsən. Bu da bir növ təvəssüldür. Duada təvəssüldür. Allah'ın biz demişik nədir? İstəyəcəyin şeyə görə, tələb etdiyin şeyə görə nədir? Tələb yəni istəmək mənasındadır deyil. İstəyəcəyin şeyə görə ona uyğun isim istifadə edirsən. Məsələn, mənə bağışla, ey bağışlayan, Qafur deyirsən, hə? Və məsələn, düşmənlərimizə bizə, yəni qələbə ver düşmənlərimizə qarşı, ey məsələn, Cabbar, məsələn. Hə? Yəni, hər istəyə görə uyğun ad seçirsən ona görə. Burada da nədir? Əff istəyirsən, ona görə Allah subhanahu teala əff edən ismini zikr edirsən. Üstəlik, əffi sevdiyinə dair də xatırladırsan ki, sən əffi sevirsən, yəni. Sevirsən, bu sevdiyi şeydir. Bu da bir növ təvəssüldür. Ondan sonra artıq nədir? Sonunda da istəyirsən. Bizi əff et. Yəni, duanın ədəblərindəndir. Yəni, bu əff etmə sifəti ilə bağlı idi Allah subhanahu teala. İndi bugün keçəcəyimiz ikinci, yəni bugün cəmsi iki sifət zikr olunur. Yanlışlıqla tərcümə edəndə gələn dərsi də tərcümə etdim. Yağızdan, əlhamdülillah. İkisi də qısa olduğu üçün elə bizim bir dərsdir. Deməli, ikinci sifət bugün keçəcəm, əl-fərah.
Fərəh, bizdə də söz işlənir də, bu fərəhlənmək, fərəh, yəni sevinmək mənasında. Ərəbcə fərah. Allahın sevinmək, fərəh etmək, fərəhlənmək sifəti. Abu Hureyra. Buna dair fikir verin. İndiyənə kimi bütün sifətlərdə demək olar, hatırladığım qədər hədis zikr olunmuşdur bir-iki yerdə fayda şeydə, imani izlərdə. Amma bu sifətin ayələrdə keçdiyinə dair ancaq ayələr zikr olunmuşdur. Bu səfər məsələn hədisdə zikr olunur. Bu nədədir? Dediyim kimi müəlliflər bizi ümumiyyətlə niyə öyrəşdirir, göstərir. Yəni həm qəlb rahat olsun deyənə, həmişə deyirik, ara sıra yeni təkrarlayaq, möminlər üçün xatırlatmada fayda var. Yəni bir insan oxuyur əqidəni, hər hansı bir məsələdə, yəni fiqhdə də belə biz əqidə keçirik deyə deyirik. Yəni görəndə ki, əlhamdülillah buna dair ayələr də var, buna dair hədislər var. Yəni alimlər bunu sadəcə belə hardasa əlhamdülillah, yəni çıxartmayıblar özlərindən. Hamısına bir başlıq ona dair ayə gəlir. Başlıq ona dair hədis gəlir. Yəni insanı həm rahat edir, həm də daha da elə bil ki, əminliyini, yəqinliyini artırır. Məsələn, Allah Subhanahu taala fərəhlənmək sifəti hardan çıxır? Abu Hureyra hədisindən. Abu Hureyra demişdi ki, radiyallahu anh, Rasulullah sallallahu aleyhi ve sellem belə buyurur. Sizdən birinizin itirdiyi bir şeyi tapdığında olan sevincindən şübhəsiz ki, Allahın sizdən birinizin tövbəsinə olan sevinci daha çoxdur, daha güclüdür. Bunu Buxari və Müslim. Və fikir versəniz, hədislərin demək olar hamısı çoxsu yəni. Hamısı olmasa da çoxsu Allahın kitabından sonra yer üzündə ən səhih kitablardan gətirilir. Yəni Buxari və Müslimdə. Ya ancaq Buxari, ya Müslimdə. Yəni çox nadir halda bu iki səhihdən başqa bir yəni mənbə zikr olunur. Hamısı Buxari və Müslimdə çox zikr olunur. Deməli nədir? Bir də təkrarlayayım. Sizdən birinizin itirdiyi bir şeyi tapdığında olan sevincindən şübhəsiz ki, Allahın sizdən birinizin tövbəsinə olan sevinci daha çoxdur. Yəni bunun qissəsi var. Bu hədisin bir mənaca deməli müxtəsərdir, qısadır burası. Mövzumuza dair, yəni şahid olan hissəsini gətiriblər. Əsas nədir? Allahın altından xətt çəkmişəm. Sevinci daha çoxdur. Yəni Allahın fərəhi. Ərəbcə əşəddü fərəhən. Ləllahu əşəddü fərəhən. Allah həqiqətən gücləndirici burada var. Ona görə şübhəsiz ki, yazdıq. Deməli, əşəddü fərəhən. Fərəh baxımından, sevinmək baxımından daha güclüdür. Yəni sevinci daha güclüdür. Allah Subhanahu taala bunun sevincinə dair ispat var burada bu hədisdə. Yəni burada nədir? Yəni bir insan itirdiyi bir şey var ki, bunun qissəsi xatırladıcı bu hədisin yəni bir qədər geniş. İtirdiyi bir şey var. Fikirləşin bir şey itirdiniz. İtirdiyi bir şey var. Və o şeyi insan tapanda necə sevinir məsələn insan? Hələ bu sevincin o qissədə hamımız bilirik, sadəcə xatırladarıq. O sadəcə bir, yəni itirdiyim bir şey məsələn dəyərli bir şey olsa da o sadəcə belə bir adi əşyadan getmir, deyəcək. İnsan ölümlə üzləşir. Az qala öləcək. Deməli bu bir şey itirib və onu itirdiyi üçün həlakla üzləşəcək və həlak olmasına bir şey qalmamış, o itirdiyi şeyi, yəni ona belə deyək, Allahın izni həyat qaytaracaq bir şeyi tapır. Yəni insan nə qədər sevinir bu şeyə. Bax, o sevincdən də çox Allah Subhanahu taala nəyə sevinir? O sevincdən də insanda olan sevinc ki var. O sevincdən də daha qat-qat çox Allah Subhanahu taala nəyə sevinir? Sizdən birinizin tövbəsinə. Yəni bəndənin, qulunun tövbəsinə, Allaha qayıtmasına, azandan sonra, günah içində batandan sonra Allaha doğru yoluna qayıtmasına Allah Subhanahu taala daha çox sevinir. O qədər sevinci çoxdur. Bu hədisdə şübhəsiz ki, həm də bu Allahın buna sevinməsinə, həm də bu şeydən daha çox sevinməsinə şübhəsiz ki, burada nə var? İnsanı tövbəyə təşviq etməyi var. Yəni Allah Subhanahu taala'nın yəni öz sevdiyimiz adi insanları necə çalışırıq ki, sevindirək, hə? Sevincinə səbəb olmanı sevindirir. Allah Subhanahu bizi yaradan xaliqi Allahı sevindirməyə niyə də çalışmasın insan? Ona görə nədir? Burada tövbəyə təşviq var. Və şübhəsiz Allah Subhanahu taala o bəndənin, qulunun tövbə etməsinə sevinirsə, deməli şübhəsiz ki, onun tövbəsini də qəbul edir. Qəbul edir. Bu yəni anlaşılan məfhumdur. Qəbul edir.
Birinci şeyi deyək, o qissəni deyək, sonra qeydlərə baxaq. Deməli, bu hansıdır? Hər halda izahlardan bildiğiniz hansı hədisdir. Yəni, bir insan, Rasulullah sallallahu aleyhi ve sellem bir insan haqqında danışır, mənaca hədisi deyirik. Yəni, bir insan səhradadır, Ərəbistan çöllərində, ümumiyyətlə kim çöllərdə, çöl dediyimiz qumluq, qumluqda, səhrada kim olursa bilir. Yəni, çöllükdədir, bir-birinə oxşayır, bir saat sonra təpə ora getdi, bura getdi. Yəni, dünənki halını belə alınır, insan azır, bilmir. Üstəlik də günəş də biraz batsa, bilmir şimal haradadır, cənub haradadır, ümumiyyətlə azır. Yəni, bir insan deyir, səhrada azdır, dəvəsi var, dəvə bildiyimiz kimi səhra gəmisi. Dəvənin üstündə də indi suyu, nə bilim, nəsə bir azuqəsi var, müsafirin azuqəsi var. Təsəvvürün hədisdə keçir ki, o insan o dəvəsini üstündəki bütün əşyalarla nə etmişdir? İtirmişdir. Dəvə qaçdı getdi, itirdi dəvəni. Yoxdur. Artıq müəyyən müddətdir, artıq susuz qalıb, hər şey dəvəsində, yəni bir özü qalıb. O günəşin altında isti bir yandan, susuzluq, aclıq bir yandan, yəni nə başının üstündə bir kölgələnəcək bir şey var, nə istidən qoruyacaq bir şey. Yəni bu vəziyyətdə insan artıq nədir? Bir səhv edəmsə orada ağacın altına gəlir, bir axır səhrada bir çöldə bir yer olur. Onun altına özünü verib, artıq yəni gəzməyə də taqəti yox. Nədir? Uzanır orada, artıq əcəlini gözləyir. Yəni öləcək artıq. Artıq deyir canım çıxacaq, öləcək artıq. Yəni bu anda artıq ümidini o dəvədən də üzür, artıq yəni nə qədər axtardığı yoxdur dedi, artıq dəvə də getdi, hər şey getdi, bu qaldı ölümlə üz-üzə həlak. Yəni həlak olmasına heç bir şey qalmamış, artıq həlak olduğu belə deyil. Əsnada bir də gördü ki, gözünü açdı, başının üstündə dəvəsini gördü. Həmən üstündə də bütün əzüqələr, hamısı. Yəni nə olur? Bu insan deyir, necə sevindi. Fikirləşin, necə sevindi bu insan? Sevincindən, yəni o hədis məşhurdur, sevincindən nə demək? Bir şey ki, Buxarının üstündə gəlir. Sevincindən deyir, insan dili çaşır, deyir ki, ey deməli Rəbbim, sən mənim qulumsan, mən sənin Rəbbinəm. Əstəğfurullah. Yəni bu cür deyir. Əslində bu söz küfürdür. Əslində bu söz küfürdür. Ey, sən mənim qulumsan, mən sənin Rəbbinəm. Yəni əksinədir. Deməli idi ki, sən mənim Rəbbimsən, mən sənin qulunam. Sevincindən nədir? Dili çaşır bunudur. Yəni məqsəd demək, sən mənim Rəbbimsən, mən sənin qulunam deməkdir. Çaşır bu cürdür. Burada qəsd olmadığı üçün, yəni bu küfür sayılır. Qəsd olmadığı, yəni bunu deməyi qəsd etməmişdir. Deməyimlə o qəsd məsələsinə də qısa olaraq toxun. Mən dediyimiz kimi bu dərs qısadır deyənə vaxtımız da var. Etiqadi məsələ ilə, fikir məsələ ilə də bağlı olduğu üçün bunu zikr edərik. Qəsd məsələsi. Deməli, bu insan necə sevinirsə, həmən bu hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, yəni o necə sevinirsə, Allah subhanahu wa ta'ala'nın sizdən birinin tövbə etməsinə bundan da çox, bundan da güclü sevinir subhanahu wa ta'ala. Qəsd məsələsinə unutmadan toxunaq, sonra davam edək. Burada qəsd məsələsi niyə görə? Bəzən çünki müasir murciələr, alimlərin müasir murciə və yaxud cəhmiyə və yaxud circisiyyə dedikləri ki var. Onlar, məsələn, təkfirin maniyelərində görsən ki, bəzi kitablarda görsən 72 dənə maniyə qoyur, subhanallah. Yəni 72 dənə şey olar, yəni maniyə olar. 72 dənə, təkfirin 72 şərti. 70-dən çox şərti. Yəni halbuki Əhl-i-Sünnə kitabını oxusunuz, yəni o qədər şərtlər yoxdur. İnsana aid 2-3 şərt var, əmələ görə aid 2-3 şərt var, əməlin isbatına görə 2-3 şərt var və salam. Sadəcə bu şübhəsiz ki, sizin bizim işimiz deyil müəyyən, yəni artıq tövhid əhli kimi tanıdığımız bir şey, insan bir şey eləyərsə, açıq-aşkar olmayan və s. o artıq elm əhlinə aiddir ki, şəriət dövlətlərdə o vaxtda həmişə ki, burada da bu şeyə qazilər baxıb, yəni onlar o təkcə alim olmaq belə buna kifayət deyil. Yəni qazi, hər alim qazi ola bilməz. Yəni qazi başqa bir şey. Qazi olmaq üçün ayrıca yəni zəka olmalı, ayrıca bir qabiliyyət olmalıdır və s. Necə ki, hər alim müctəhid deyil. Hər müctəhid belə qazi deyil. Yəni qazilik ayrı bir şey. Deməli, nədir? Əsas o qəsd məsələsini götürüb neynirlər? Hər bir şeydə, bir çox şeylərdə təhrif etdikləri kimi, yəni alimlər dediyi kimi, onlar deyir, sələfin yəni sözlərini belə başa düşməyiblər. Sözlərini başa düşməyib. Bəziləri məsələn necə ki, İmam Əhmədin sözlərini yanlış anlayıb, götürüb olublar Əşari və yaxud da Əşarilərin ikinci məzhəbi o Mufavvıda özlərinə deyənlər, Əhl-i Təcil
dediyimiz olublar. Niyə görə? Bəzi səbəblərə baxırsan, bəzən heç imamın sözünü anlamırlar. İmamın sözünü anlamırlar. Yanlış anladığı üçün yanlış da nəticə çıxarırlar. İndi burada da bunlar qəsd, bu şərtlər də var qəsd. Amma Əhlüsünnənin o qəsd olmalıdır dedikdə neyi nəzərdə tutulur? Düzgün anlamırlar. Onların dediyi nədir? Onlar deyirlər ki, bir insan küfür, məsələn, sözdən danışırıqsa, bu hədisi məsələn deyil, küfür sözü deyərsə, onu qəsdsiz deyərsə kafir deyil. Biz də deyirik, yaxşı, o küfrə girməz. Amma qəsd dedikdə sən neyi qəsd edirsən? Qəsd dedikdə neyi qəsd edirsən? Neyi nəzərdə tutursan? Yəni onlar qəsd dedikdə neyi nəzərdə tuturlar? Deyirlər ki, kafir olmasını və yaxud küfür deməsini qəsd etməməlidir. Yəni hansı insan bunu tək-tük kimsə lap azğın insan taparsan ki, bir söz deyəndə onun həm küfür olmasını bilsin, üstəlik də kafir olmasını da bilmək qəsdi ilə, küfür etmək qəsdi ilə bunu desin. Yəni Allah qorusun. Deyir ki, o elə kafir olmaq istədiyi üçün bunu dedi, küfür etmək istədiyi üçün bunu dedi. Kim deyir? Hamısı bəhanə deyir. Ya deyir bu küfür deyil, ya deyir bu heç küfür olduğunu bilmirdim. Və yaxud nədir ki, bu şeydə bilməməyin onun üçün üzr deyil, açıq-aşkar böyük küfürdürsə. Yəni qəsd deyəndə onlar o cür anlayırlar. Halbuki biraz heç olmasa bir-iki şərh oxusalar, bilərlər ki, alimlərin nəzərdə tutduğu qəsd o şərti və yaxud orada hər bir şərt onu pozanda nə olur? Həm mane olur. Yəni bir şərt varsa, məsələn, şərt nədir? Bilməlisən, tutalım ki, deməli bilməmək maneədir. Düz? Yəni bu ona görə həm şərtə, həm də maneəyə, əngələ daxil edə bilər. Deməli nədir? Alimlər, əhlüsünnət alimləri qəsd deyəndə ki, maneədir. Məsələn, bir insan qəsdsiz, bu hədisdə olduğu kimi. Biz dedik nədir? Qəsdsiz bu sözü. Bunun qəsdində bu yox idi. Qəsdsiz, məqsədli şəkildə deyil. Yəni bilmədən bu söz yanlışlıqla ağzından çıxdı və nə oldu? Buna görə küfrə girmədi. Halbuki söz küfürdür. İnsan necə Rəbbinə deyər ki, sən mənim qulumsan, mən səni Rəbbinəm, əstəğfurullah. Hər iki tərəfdən həm Rəbbin sənin qulun olmağına, sənin də Rəbbin qulu deyil, Rəbbi olmasına hər iki tərəfdən küfür bir sözdür. Sadəcə burada qəsdsiz bunu söylədi. Məqsəd nədir? Yəni bunu demək istəmirdi. Necə ki, insan qəzəblənəndə görürsən o tam iğlaq, o qapanma, deyilə, beyin qapanması olan qəzəblənməkdən, hər qəzəbdən söhbət gedir. Yəni, və yaxud bu cür sevincindən dili çaşıb, məsələn, bəzən hamımızda olur. Yəni, bir söz demək istəyirsən, çaşıb başqa söz demək istəyirsən. Sənin qəsdin o sözü demək deyil, başqa bir sözü demək. Sən çaşıb bu sözü deyirsən. Artıq o sözün, belə deyil, məsuliyyətini daşımırsan. Məsuliyyətini daşımırsan. Amma murciələrin dediyi nədir? Bu insan hələ məqsədli şəkildə, bunun qəsdi odur ki, hələ bu küfür sözü desin, kimdirsə, məqsədi budur, hələ məqsədi bu idi. Soruşsan da bunu demək istəyirdin, bəli, hələ bunu demək istəyirdim. Bu artıq qəsdli şəkildə bunu etmişdir. Yoxsa bu kafir olmayı qəsd etmişdi, etməmişdi, bunun küfür olmasını bilirdi mi, bilmirdi, elə küfür etmək niyyətində idi, qəsdində idi, yoxsa bunun heç bir adiyyəti yoxdur. Yəni, şəri əhkamlarda bəzi niyyətlərin ki, bu fiqh üsulunda biz keçmişik. Nədir? Bəzi əhkamlar var, talaq kimi. Bəzi əhkamlar var ki, orada söz çıxdı və salam, sənin niyyətində bu var idimi, yox idimi, qorxutmaq mı istədin, yoxsa nə bilim, doğrudan mı dedim? Heç qazi səndən soruşmaz. Heç soruşmaz ki, sən talaq deyəndə nə niyyətlə? O fəqihlər dedi ki, o talaq sözün qaf sonuncu hərfi ki çıxdı, artıq talaq vermiş sayılır insan. Yəni, öz-özünə. Yəni, bəzi əhkamlarda nə niyyətə baxılır, nə bir şey, sözə baxılır. Bəzi sözlər, kinayəli sözlər və s. iki mənalı ola bilər. Orada məsələn görsən niyyətlərə baxılır və s. Yəni, qəsd sözünün orada istifadə etdiyi deyənə dediyi ki, burada da fayda olur, onu zikr eləyək. Qəsd deyəndə nə nəzər tutulur? Sonra bunu dedik. Tövbənin şübhəsiz ki, tövbədən danışdıqsa, Allah Subhanahu taala tövbə insanın, qulun tövbə etməsini sevir. Sevir, ona sevinir. Fərəhlənir onunla, fərəh edir onunla, sevinir. Və tövbə nədir? Tövbənin, baxmayaraq etiqadla bəlkə də şeyi yox, tövbənin şərtləri. Allah hamımıza nasuh deyilən, səmimi tövbə nəsib eləsin. Elhamdülillah dediyimiz kimi o təvvab. Allah Subhanahu təvvabdır. Yəni nədir? Həm tövbəni nəsib edən də insana, bəndəyə Allahdır Subhanahu Teala. Elhamdülillah. Həm də ki o tövbəni qəbul edən də Allahdır Subhanahu Teala.
Ve bu tövbenin şərti nədir? Üç şərti var. Yəni bəndə haqqı xaric, sırf Allah haqqı ilə bağlı. Çünki bəzən nədir? Allahın hüquqları var, sonra bəndələrin hüquqları var. Hə? Bəzən Allah Subhanahu taala bu da mühüm bir qeyddir. Biz yəni bir dəfə, ya iki dəfə bunu demişik, yenə xatırlatsaq heç bir şey inşallah faydası var ki, zərəri yox. Yəni bəzi günahlar var ki, məsələn zina. Yəni insan zina elədi. Allah qorusun. Elədi. Buna görə məsələn evlidir məsələn. Allah qorusun. Elədi, daşqalaq oldu. Yəni bu Allahla onun arasında hədd cəzasıdır. Amma insanların namusunu ləkələdi, adlarını batırdı, rüsva elədi, nə bilim Allah qorusun o qızın məsələn kişidirsə eləyən qardaşı, nəsli, kökü hamısı rüsva oldu, nə oldu? Yəni bu bəndə haqqıdır. Bu Allah bəndə haqqını o bəndəyə buraxır. Bəndəyə buraxır. Bəndə haqqı qalır. Onlar halallıq verməsə, eləməsə, alimlər nə deyir? Qiyamətdə onların haqqıdır o. Yəni sən Allahla sənin aranda olan Allahın haqqı, Allah Subhanahu taala səmimi olaraq tövbə etsən və onu bu cür, yəni hədd cəzasını bu dünyada alsan, o dünyada Allahla sənin aranda olan o haqq getdi. Amma bəndə haqqı qalır. Bəndə haqqı qalır. Ona görə deməyimlə bəzi hüquqlar Allahın hüquqları, bəzi hüquqlar var, bəndələrin hüquqları da onlar bir-birinə qarışmamalıdır. Onlar bir-birinə qarışmamalıdır. Burada deyəcəyimiz tövbə. Tövbənin Allahla bağlı, Allah haqqı ilə bağlı üç şərti var. Birincisi nədir? İqla deyilən. Yəni o günahda hansı günaha tövbə edirsənsə, o günahdan qopmalısan. İqla elə qopmaq kimi qırılmalısan. Yəni o günahdan uzaqlaşmalısan, etməməlisən o günah. İkinci peşmançılıq. Yəni bəzən görsən insan günah eləyir, sonra tərk eləyir. Niyə? Heç peşmançılıq çəkmir. Məsələn. Niyə? Məsələn bu bir çox şeylər olur. Görürsən ki, pis vərdişlər deyirlər. Pis vərdiş deyil, günahdır və s. vərdiş. Bu məsələn tərk eləyə bilmirlər. Nə vaxt tərk edirlər? Həkim deyəndə ki, sən bir də məsələn siqaret çəksən öləcəksən məsələn. Və yaxud bir də şərab içsən, içki, haram içki nədir? Öləcəksən məsələn. Və s. Ona görə tərk edir. Heç bir peşmançılıq da çəkmir. Sadəcə indi həkim deyib, yəni sonra başlayır deməyə yalana tövbə eləmişəm. Bu tövbə deyil. Həkim deməsəydi sən hələ də davam edəcəkdin, Allah qorusun. Yəni nədir? Mütləq peşmançılıq olmalıdır. Və yaxud da ki, bu cür deməyi, yəni adam yəni qırılır o günahdan, amma məsələn heç də peşman deyil o şeyə. Peşmançılıq çəkmir. Sadəcə bilir, eləməməliyim, eləmirəm, amma peşman da deyiləm. Allah qorusun, təəssüflər olsun, bu sözlər bəzilərin ağzından da çıxır eyni, heç peşman da deyiləm məsələn. Halbuki sonra deyir tövbə eləmişəm. Belə tövbə olmur. Deməli birinci nə idi? İqla, yəni özünü oradan o günahdan qopartmalı. İkinci peşmançılıq. Üçüncü, yəni hal-hazırda günahı tərk etdin, uzaqlaşdın. Peşman oldun. Üçüncüsü də üstəlik gələcəkdə nə olacağını Allah bilir, düzdür? Üçüncü odur ki, bir də tam qəti qərar qəbul edirsən ki, bu günahı bir də etməyəcəm. Bu günahı bir də etməyəcəm. Çünki bəzi insanlar var ki, deyirlər bir həftə, bir ay, bir il, görüm sonra nə olacaq? Hətta soruşurlar, açıq-aşkar müsəlmanlar soruşurlar. Elə bu cür tövbə eləmək olar, eləyirəm, şərt qoşur. Yəni tam qırılmaq, sanki deyir, tövbə eləsəm, sonra qaydaram o günaha və s. sanki belə ürək eləmir, belə tövbə eləməyə. Şərt qoşur ki, bir il sonra yenə eləyəcəm deyərək belə bir şərtlər qoşur özlərinə. Yəni bu tövbə sayılmır. Tövbənin şərtidir. Biz şərtinə keçdik, fiqhdə də keçmişik. Şərt bir şeyin şərtidirsə, olmazsa olmazı Türkiyəlilərdir. Yəni bu şeyin məsələn dəstəmaz namazın şərtidir. Dəstəmaz olmadan namaz səhihdir? Yox. Başqa digər şərtlər olsa belə. Şərtin hər biri ayrı-ayrılıqda şərtdir. Yəni məsələn bu 3 bəndə haqqı ilə 4 tövbənin 4 şərti olacaq. Bunlardan 3'ü olsa, biri olmasa o tövbə sayılmır, qəbul deyil. Tövbə etmiş sayılmırsan. Hə? Yəni biri belə əksi olsa. Deməli nə olur? İnsan günahı tərk də edər, peşman da olar. Amma nə vaxtsa qayıdacam deyə belə bir niyyətində şey varsa, tövbə etmiş sayılır. O günahdan hələ etdiyə, hələ o günahı nə vaxt edəcəyi bəlli deyil. Amma indiyənə kimi etdiyi günahdan tövbə etmiş sayılmaz. Deməli nə oldu? Üçüncü, tam qərar qəbul etmək ki, qərara gəlmək, bu cür qəti qərar qəbul etmək ki, qərara gəlmək ki, bir də o günaha qayıtmayacaq. Bu Allahın haqqı ilə bağlı olan 3 şərt idi. Dördüncü şərt bəndə haqqı ilə bağlıdır. Yəni bu günahda
Bəndə haqqı varsa, məsələn, oğurluq eləyib insan, Allah qorusun, tövbə eləyir, günaha qayıtmır, peşmançılıq çəkir, bir də qayıtmayacağına dair qərar alır. Amma bəndə haqqı var, əlində olan şeyi nədir? Dördüncü olur ki, bəndənin haqqını vermək. Yəni o bəndə haqqı varsa o da bəndənin haqqını ödəmək. Yəni maldısa, oğurlanan bir şeydirsə, qəsb olunan bir şeydirsə qaytarmaq. Nə bilim, hər hansı bir sözlə olan bir şeydirsə, sözlə ən azından halallıq almaq və s. Burada yeri düşmüşkən baxaq, bizim əlhamdülillah vaxtımız düşünürəm ki var. Yəni bu dərs dediyimiz kimi qısmını vaxta baxaq. Çox arxain olub vaxtı keçməyin. Və bir saata yaxındır. Deməli, və az qalıb onu çatdıracağıq inşallah. Bu bəndə haqqı ilə bağlı. Bəzən belə bir bəhs keçir ki, bir insan ən çox bu məsələn qeybətə aiddir və yaxud Allah qorusun ondan da pis iftiraya aiddir. Məsələn, insanın haqqına kimsə girib. Sözlə deyilən bir şeylər, haqsızlıqlar. Yəni alimlər məsələn bəziləri deyir, nə etməlidir bu dördüncü şərt ki var, tövbə. Tövbə edirəm qeybət eləməyə. Və nə etməliyim? Kimin qeybətini eləmişəmsə, gedib nə etməliyim? Ona deməliyəmmi, halallıq almalıyam, haqqını halal etməyə sən qeybət eləmişəm, bəs tövbə eləmişəm, Allahla olan aramda şərtləri yerinə yetirirəm, indi qalıb halallıq almalıyam, tövbənin qəbul olunsun deyərəm. Haqqı ödənməli də. Nə etməliyəm mən bunda indi? Halallıq almalıyam, ondan yoxsa yox? Bu barədə bu cür bəzi, yəni fərqli, bəziləri deyir ki, get, mütləq ondan deməlisən, halallıq almalısan, mütləq o dili ilə sənə halallıq verməlidir və s. Bəzi alimlər isə yox, vallahi alim ən üstün görüş də budur, vallahi yəni alimlərin dediyi, Məmməli məzəmində də səhv etməsə alimlər elə keçir. Hətta İmam Əhmədin birbaşa özü nas olaraq keçdiyi sözlərdə də bu var. Yəni ən gözəli nədir? Burada ən gözəli kimin məsələn qeybətdən danışırız? Kimin qeybətini eləmisənsə bir dua var. Müslüman qalasında o dua da var. Hər hansı bir müsəlmanı söydüysə və s. dua edirsə Allahım hər hansı bir mömini Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində var açıqca. Hər hansı bir mömini mən söydümsə, söymək də ərəbcədə ümumiyyətlə onu alçaldan şərəfini aşağı salır. Hər hansı bir söz, yəni bizim bildiyimiz söyüş, lap belə ədəbsiz sözlərdən deyil. Məsələn, yəni qeybət də ona daxildir. Hər hansı xoşa gəlməz bir söz də ona daxildir hamısı. Yəni hər hansı bir mömini təhqir etdimsə, onun üçün fərqli rivayətlər var. Onun üçün sənin yanında bağışlanma et və yaxud rəhmət et. Bu cür fərqli rivayətlər var. Yəni onun qiyabında belə deyək, arxasınca dua edirsə onun üçün, bağışlanma diləyirsə. Və ən nədir? İmam Əhməddən də gələn nas olaraq deyilir ki, yəni onun üçün bağışlama diləyirsən, o insan üçün bağışlama diləyirsən, günahların bağışlanması, Allahdan rəhmət diləyirsən və s. Bu deyir kifayətdir. Niyə? Həm bu dediyimiz və digər dediyimiz ümumi və belə dəlillərə əsasən, üstəlik də səbəb olaraq. Çünki dediyimiz kimi fiqdə biz keçmişik, var dəlil, var təlil deyilə, təlil, yəni illət. Yəni bir şeyə illət gətirirlər və o illət varsa hökm verirlər. Məsələn, burada illət nədir? Yəni deyirlər ki, sən gedib ona o cür desən, o daha da çox üzülür, kədərlənir ki, bu niyə mənim qeybətimi görəsən, nə dediyi, harada dediyi, kimin yanında dediyi, nə, insanı daha da yəni kədərləndirmiş, üzmüş olursan da. Ona görə deyirlər ki, nədir, heç onu üzməyə ehtiyac yox, onu daha da belə deyilə, kədərləndirməyə ehtiyac yox, sadəcə qiyamında onun üçün bağışlama diləyirsən, inşallah səni şübhəsiz ki, və bu şərt yerinə yetirilmiş olur. Allah alim, yəni müsəlmanlardır, bu cür deyirlər. Bu tövbənin deməli 4 şərti idi. Tövbənin qəbul olunma şərti. 3 Allahın haqqı ilə bağlı, dördüncüsü bəndə haqqı ilə. Deməli indi burada ayəni hədisi oxuduq biz. Bunu Buxari və Müslim ixrac etmişdir. Bu hədisdə deməli Allah fərəh, Allahın yəni fərəh, yəni sevinmək sifətini isbatı var. Yəni açıq-aşkar nədir? Allah nədir? Sizdən birinizin tövbəsinə olan sevinci daha çoxdur. Daha çoxdur. Yəni Allah nədir? Sevinir, fərəh edir, yəni müəyyən şeylərə, məsələn burada hədisdə deyilən insanın tövbəsinə nədir? Sevinir Allah Subhanahu. Burada açıq-aşkar bu sifətin isbatı var. 2 imani buraxdığı imani
İmani nedir? Allah'ı razı salacak şeylere heris olmak, can atmak. Onlardan biri de Allah'ı razı salacak şeylerden biri de nedir? Ona olan samimi tövbe, hemen hadiste geçen. Çünkü samimi tövbe nasıl Kur'an'da geçtiği gibi Allah subhanahu teala ne buyuruyor? Diyor ki ey müminler, Allah'a hamılıkla tövbe edin. Hamılıkla tövbe edin. Tövbe etmeyi dediğimiz gün günah ettiyse tövbe etmeyi vacibdir. Tövbenin geciktirmeyi böyle ayrı, böyle de tövbeni vacip eden ayrı bir günahtır. Ayrıca belə bir əlavə, o da ayrıca bir günahdır. Deməli nədir? Allahı razı salacaq şeylərə həris olmaq. Razı salacaq burada Allahı sevindirəcək də deyə bilərik. Amma mətndə elə keçir. Niyə? Çünki mövzumuz Allahın fərəh, yəni sevinmək sifətidir. Deməli ona uyğun olaraq da o sifətin buraxdığı bizdə izni olmalıdır. Allah neye sevinirse, mesela bəndələrin tövbə etməsinə yaxud başqa şeylərə, niyə sevinirsə Allah Subhanahu taala, o əməldir, əməl, sözsə söz və s. bunlara nədir? Can atmalı və həris olmalıyıq. Yəni e, etməliyik onları ki, onlardan da biri səmimi tövbədə. Allah hər birimizə səmimi tövbə eləsin, nəsib eləsin. Çünki həqiqətən tövbə etmək hər bir şey olduğu kimi bütün nimetler, her bir şey Allah Subhanahu Teala'nın iznindedir ve Allah Subhanahu Teala'nın müveffegiyetiyledir. Hiçbir kez, hiçbir şeyde ister Müslüman olmamız bile, ister yani hele bu en büyük nimetlerden danışıyor, tövbe ehli olmamız, yani ister mesela her hansı bir günahtan tövbe edilirse tövbe etmemeyiz, her hansı bir ilmi öğrenmemiz, öğretmeyimiz, namaz kılma, her bir şey Allah Subhanahu Teala'nın müveffegiyetiyle. Allah Subhanahu Teala baxın, dünyada nə bilim indi 6 milyardı mı keçib, artıq rəqəmləri bilmirik. 6 milyarda yaxın idi o vaxt, indi 6 milyardı da yəqin keçib. Bəlkə də 7-dir, 8-dir, nəysə. Yəni o boyda insanların arasında kimlərə sırf sadəcə müsəlman olmağı nəsib edib. Baxın, yani o boyda şeyin azdılar. Müslüman olandan sonra Müslümanın içinde de e, salihi var, fasığı var. Neçəsinə mesela salih Müslüman olmağı nəsib edib. Neçəsinə məsələn hicrətsə hicrət etməyə nəsib edib. Neçəsinə məsələn elmsə elm öyrənməyə nəsib edib. Yəni hamısı o azlığın içindən azlıq o cür. Yəni bu kimdə o nimət varsa valla ancaq şükür etməlidir, Allah'a həmd etməlidir. Və ayədə keçdiyi kimi mənə şükür edin ki, sizə olan nimətimi tamamlayayım, artırım. Ona görə həmin mövzumuz olan şeyi Allah Subhanahu teala həmin bu Allah'ın afu, affeden ismiyle Allah'tan bizi affetmesini dilerim. Amin. Ve bize hemen samimi tövbe etmesini, tövbe nasip etmesini, o tövbeyi kabul etmesini dilerim. Allah bize işte faydalar vermesin. Bu derste bu kadar. Bizde gelen ders 24. ders, sonuncu dersti bu müstevide, ikinci müstevinin. Ondan sonra hemşire kimi dilimiz bütün derslerin imtihanı olacak. Gelen derste yine iki sifət kalır. Sonuncu burada zikr olunan Allah'ın gülme sifəti ve Allah'ın El-Cemil ismi ki oradan da güzellik sifəti çıxır. Allah Subhanahu taala gözəldir, adı da gözəl, sifəti də özü də gözəldir. Subhanallah. Onları keçəcək. Və aqulu qavli hədə və estağfurullah li və lakum və lisa'il muslimin. Allahümme salli ve sellim ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.